Selamlar dostlar. Bugün sizlerle birlikte Brawl Stars'ta yeni gelen wasabi güçlerini deneyeceğiz. Birincisi biz Bowl'a başlayaq. En gülməlilərindən biri de Bowl'dur. Çünkü qapıya tez-tez ultini doldurup atırsan ve bununla belə rəqib komanda qapına gələndə tez ölür. Bəli, başladık. Birinci ben 90 ultisini doldururum. Ama bu işin de zəhməti var yani. Bildiyimizdən səsində. Çünki qabaqda Hank var. Hank'in bu tansiyonu hamı bilir. Bəli, birinci maynımızı atırıq. Və indi yenidən ulti doldurmalıyam. Və bax bu pis oldu. Hank bizim qapıya gəlsə pis oldu. Burada tezdən ulti. Burada hər halda gol yiyəcək. Ona görə ultimi saxlayacağım. Aha, yemədik. Amma mən öldüm. Ya da yeyə bilərik qolu. Aha, gol yedik. İndi burada da yedik. İndi mən arxaya mayın açacağım. Özə qabaq yerə biraz tərəfə atdım. Birinci onun hədəfi məni öldürməkdir. Çünki mən tez-tez mayın atıram ona görə. O bir dəfə mayın attım. Orada tuzağa düşdü. Bunun nəticəsində o bir də oraya gəlməyəcək hər halda. Aha, ikinci gol yedik. Aslında pis oldu ama yenə də sizə göstərə bildim. Yenə də yaxşı idi. İkincisine test keçək. İkincisi Max'dir. Max'də də Kenji kimi sonsuz cephaneye sahip olur. Ve ikinci oyunumuza dərhal başlayır. Bu videonu çəkdiyim gecədir. Yəni bu videoyu çox əziyyət çəkmişəm editləməkdə. Yəni like atıp abunə olmağı unutmayın. Yeni video gələn həftə gələcək. Rəqib komandanın profillerini görmədim. Ona görə ehtiyatlı hərəkət edirəm. İndi Feng. Aha, Feng'in ulti atmadı. Aha, benimki topu tuttular. Aha, da gol atabilirdim ama Feng'i görmedim. Bizde Mortis ölme şansı çok yüksekti çünkü canı da azdı ve öldü. Piper bizde yaxşı oynayır. Ama öz başıma gedəməyəcəm. Aha, buradan gedə bilərəm. Və vurdum.
ultini orada qəsdən atdım. Çünki topu uzaqlaşdırmaq istədim. Son 15 saniyə qalmışdı. Gol yeme riskimiz de var. Aha burada gol yedik. Son saniyede attılar. Ve overtime. Ve gol attım. Dörde 6 oynamışam. Onu 3 oynayıp. Ya halaldı. Piper yaxşı oynadı. Ve ikinci mutasyonumuza keçirik. Hədəfim 2200 olmaqdır. Çünki çaka kredilər yığıram. Və Nita 3-cü karakterimiz. Burada siz sıxılmayın deyə mən tez süperimi doldurup sonra videoya devam edeceğim. Və yaxud da məncə İndi isə Brock girir və 31.200 kupa aldık. 32k yani 32.200 kupa. Ben Brock oynayışım o kadar da yaxşı değil. Buna göre yani maçı uduza da bilərəm. Ama yine de bu kısımda yaxşı oynadım. Brock'ta bir taktik var. Divara vuranda mesela təkli divar olarsa əgər buradan belə vuranda bunun
adi alovu wasabisi olmadan da digər yana da keçə bilir. Yəni bu da düşmənlər üçün yaxşı taktik ola bilər. Amma mən bunu sizə danışarkən qol yedim. Yəni heç nə olmaz. Henkin wasabisi həqiqətən çox güclüdür. Toxunmaq olmur. Yəni bu videoda təxmini 3 dənəsini göstərə bildim. Yəni yenə də like atıb abunə olmağı unutmayın. Gələn videodakı görüşənədək sağ olun.